Fərdiyyət insanın anatomik fizioloji imkanları ilə bu və ya digər dərəcədə bağlı olsa da, onun təkrar olunmaz bioqrafiyasını, həyat tarixini əks etdirir. Tərbiyə prosesində onun nəzərə alınmasının adamlara, eləcə də uşaqlara fərdi yanaşmasının böyük praktik əhəmiyyəti vardır. Bir cəhəti ayrıca qeyd etmək lazımdır. Biz insanı fərd və şəxsiyyət kimi nəzərdən keçirdik. Fərdin də, şəxsiyyətin də özünə məxsus fərdi xüsusiyyətləri vardır. İnsanı fərdiyyət kimi xarakterizə edərkən biz bu xüsusiyyətlərin hər ikisini nəzərə alırıq. Lakin bununla belə qeyd etmək lazımdır ki, fərdiyyətin strukturunda onların rolu eyni deyildir. İnsana bir fərd kimi xas olan xüsusiyyətlər, məsələn, həssaslıq, astıgərlik və s. şəxsiyyətin təsiri ilə eyni məzmun və forma kəsb edirlər. Xudbin adamla kollektivçi adamda, məsələn, həssaslığın təzahürlərini müqayisə etsək, onlardan birincisi nəyəsə həssasdır, ikincisi nə zamansa kədərlənir. İzahata necə deyərlər ehtiyac yoxdur. Yəni, xudbin adamın diqqət mərkəzində onun şəxsi öz mənafeyi durur. Kollektivçilik isə əksinə, başqalarının mənafeyinə toxunmamaq ön planda durur. Bu o deməkdir ki, şəxsiyyətin təsiri ilə fərdin bütün xüsusiyyətləri inteqrasiyaya uğrayır. Riyazi terminlə desək, onların hamısı şəxsiyyət adlanan ümumi məxrəcə gətirilir. Psixologiyada həmin cəhəti təhlil etmək üçün integral fərdiyyət anlayışından istifadə olunur. İnsanın bütün fərdi xüsusiyyətləri biokimyəvi, ümumi, somatik, neyrodinamik, psixodinamik, bunların hamısı şəxsiyyətə məxsus xassələri qarşılıqlı əlaqədə təhlil edirik. Fərdi xüsusiyyətləri nəzərdən keçirdiyimiz sistemində şəxsiyyətə aid xüsusiyyətlər müəyyənedici əhəmiyyət kəsb edir. Müasir psixologiyada bu baxımda şəxsiyyət fərdi inteqrasiya orqanı kimi başa düşülür və təhlil olunur. Şəxsiyyətin inkişafının ilkin təbii şərtləri və sosial şəraiti. Şəxsiyyətin inkişafının ilkin təbii şərtləri dedikdə, hər şeydən əvvəl ətraf mühitin ümumi amillərini nəzərə almaq lazımdır. İnsanın hansı iqlim şəraitində, harada, dağlıq yerdə və ya dəniz sahilində və s. yaşamasından asılı olaraq, onun həyat tərzində, mənzil şəraitində özünə məxsus cəhətlər əmələ gəlir. Bu amillər şəxsiyyətin formalaşması üçün müəyyənedici əhəmiyyətə malik deyildir. Lakin onların nəzərə alınması şəxsiyyətin formalaşması prosesinin daha ətraflı nəzərə alınmasına kömək edir. Şəxsiyyətin inkişafının ilkin təbii şərtləri kimi onun orqanizminin xüsusiyyətləri, əsasən mərkəzi sinir sisteminin xüsusiyyətləri daha mühüm əhəmiyyətə malik olur. Diqqət edək, burada söhbət təkcə mərkəzi sinir sisteminin xüsusiyyətlərindən deyil, bütövlükdə orqanizmin xüsusiyyətlərindən, onun strukturundan və fəaliyyət üsullarından gedir. Bəzən tutaq ki, qolun və ya əllərin olmaması insanda özü haqqında təsəvvürün formalaşmasına başqa bioloji amillərdən daha çox təsir göstərir. Şəxsiyyətin inkişafında sosial amillər isə müəyyənedici rol oynayır. Sosial amillər müxtəlifdir və onlar qarşılıqlı əlaqədə şəxsiyyətin inkişafını şərtləndirirlər. Sosial amillər içərisində insanın yaşadığı və fəaliyyət göstərdiyi konkret tarixi şərait, yəni məhsuldar qüvvələrin və müvafiq istehsal münasibətlərinin inkişaf səviyyəsi birinci yerdə dayanır. Konkret tarixi şərait öz əksini şəxsiyyətin maddi, siyasi və sosial həyat şəraitində, o cümlədən əmək şəraitində tapır. Uşaq dünyaya gəldiyi gündən valideynlərin statusu və ya vəziyyətindən, iqtisadi, siyasi və hüquqi mövqeyindən, peşəsindən, təhsilindən və s. asılı olaraq müəyyən ictimai mühitdə formalaşır. Ailənin maddi və mədəni həyat səviyyəsində əmələ gələn kəskin dəyişikliklər şəxsiyyətin formalaşması şəraitinə bilavasitə təsir göstərir. Ailənin statusu bu və ya digər dərəcədə davamlı olduqda isə şəxsiyyətin ayrı-ayrı keyfiyyətlərinin möhkəmlənməsi üçün əlverişli şərait yaranır. Şəxsiyyətin inkişafında mühüm ilkin təbii şərtlərin və sosial şəraitin rolu nədən ibarətdir? Bu sualı ilk baxışda bəlkə də sadə görünə bilər, lakin onun həlli psixologiya elmi üçün nəzəri metodoloji əhəmiyyətə malikdir. Təsadüfi deyildi ki,
Həmin məsələ istər klassik, istərsə də müasir psixologiyanın aktual problemlərindən biri kimi müxtəlif istiqamətlərdə təhlil olunur. Psixologiya tarixinə nəzər salsaq, bu sahədə bir-birinin əksini təşkil edən iki nəzəriyyəni, inkişafın endogen və eksogen nəzəriyyələrinin mövcud olduğunu görə bilərik. Endogen Yunanca endon, daxili, genezis mənşə deməkdir. Endogen nəzəriyyələr şəxsiyyətin inkişafını bioloji amillərlə əlaqələndirərək irsiyyatın roluna xüsusi əhəmiyyət verir. Eksogen, exo, xarici deməkdir. Eksogen nəzəriyyələrdə isə insan bir növ tabula rasaya, ağ lövhəyə bənzədilir. Şəxsiyyətin formalaşması ancaq sosial amillərin, mühit və tərbiyənin təsiri ilə izah olunur. Şəxsiyyətin ictimailəşməsi, sosializasiyası haqqında müasir burjua nəzəriyyələrini də mahiyyət etibarilə eksogen nəzəriyyələr sırasına aid etmək lazımdır. Tanış olduğumuz nəzəriyyələrin hər ikisi birtərəflidir və yanlış metodoloji prinsiplərə əsaslanır. Endogen nəzəriyyələr şəxsiyyətin inkişafı prosesini biolojiləşdirir, sosial amillərin rolunu inkar edir. Eksogen nəzəriyyələr isə əksinə, bioloji amillərin rolunu bir növ inkar edir, həm də sosial amillərin rolunu mexaniki şəkildə şərh edir. Sosiogenetik nəzəriyyələr mühitin insana təsirini mütləqləşdirir, həm də mühiti dəyişməz mühit kimi nəzərdən keçirir. Xarici ölkələrin müasir psixologiyasında insan şəxsiyyətində iki amilin, bioloji və sosial amillərin təsiri ilə formalaşan iki başlıca yarım strukturu ayırd edən nəzəriyyələr əsas yer tutur. Onlar belə bir fikrə əsaslanırlar ki, insanın şəxsiyyəti endopsixi və eksopsixi cəhətlərə bölünür. Qavrama qabiliyyəti, təfəkkür və təxəyyülün xüsusiyyətləri, iradə səy, impulsivlik və s. kimi əlamətlər endopsixikaya, şəxsiyyətin münasibətlər sistemi təcrübəsi, yəni maraqları, meylləri, ideyaları üstünlük təşkil edən hissləri, təşəkkül etmiş bilikləri və s. isə eksopsixikaya aiddir. Sosial amillə müəyyən edilən eksopsixikanın əksinə olaraq, təbii əsasa malik olan endopsixika bioloji şərtlərlə cəhətlidir. Məsələnin belə qoyuluşu doğrudurmu? Başlıca cəhət şəxsiyyətin strukturunda bioloji və sosial amillərin nəzərə alınıb-alınmamasından deyil, onların qarşılıqlı münasibətlərinin necə başa düşülməsindədir. İki amil nəzəriyyəsi hər şeydən əvvəl ona görə səhvdir ki, o sosial və bioloji olanı, mühiti və bioloji təşkili, endopsixikanı və eksopsixikanı mexaniki surətdə bir-birinə qarşı qoyur. Əslində isə belə zahiri mexaniki